xalq yaradıcılığı. Divani Saz Söz Məclisi. Salam, hörmətli dinləyicilər. Yenə divani qulluğunuzdadır. Verilişimizin bu sayının qonağı Aşıq Qəmli Musadır. Aşıq qardaş, xoş gəlmisiniz. Xoş gününüzə gəlmişik. Həmişə Azərbaycan xalqının xoş günləri olsun, sazlı, sözlü məclisləri olsun, divanili, təcnisli yığınaqları olsun. Əvvəlcə onu da qeyd edeyim ki, Aşıq Qəmli Musanı görkəmli folklorşünas alim Elxan Məmmədli tanış elədi bizlə, sağ olsun, var olsun. Bu tanışlıqla Aşıq Qəmli Musanın söz dünyasına, sənətinə vaqif olduq. Aşıq Musa, indi hazırda siz Daşkəsən şəhərinin Qabaqtəpə kəndində yaşayırsınız, eləmi? Qabaqtəpə kəndində, bəli. Aşıq qardaş, bildiyimə görə bu Qabaqtəpə kəndində aşıqlar xeyli var. İndi də fəaliyyət göstərirlər, eləmi? Bəli. 30-a qədər Daşkəsən rayonunda aşıq var. Və sizin dediyiniz sözdən istifadə eləyərək mən də İlxan Məmmədliyə minnətdarlığımı bildirirəm ki, bizim sənətimizi, bizim özümüzü yaşadır. Çünki sənətimiz yaşayırsa, özümüz də yaşayırıq. Saz sənəti, aşıq sənəti ulu ozanlardan qalıbdır bizə yadigar. Dədə Ələskərimizdən, Aşıqalıdan, Miskin Abdaldan gəlibdir bizə bu sənət. Aşıq qardaş, bax, yenə söhbəti elə buradan saldıq. Daşkəsəndə yaşasanız da, mən elə bilirəm ki, əslən kökünüz, nəsliniz, ulu babalarınız Göyçə tərəfdəndir, Sarıyaqub kəndindəndir. Miskin Abdal bizim nəslimizin ulu babasıdır. Miskin Abdal mənim atamın 7-ci babasıdır. Bəlkə də 6-cı babasıdır. Onu özüm axtarmışam, özüm aramışam, tapmışam, nəsillərimdən öyrəşmişəm. Qoca kişilərdən soruşmuşam, deyiblər ki, bizim ulu babamız Miskin Abdaldır. Və məndən də üstün, məndən də qoçaq, məndən də səsli, məndən də bilikli kəndimizdə aşıqlar var. Ustadım Aşıq Məhəmməd, Aşıq Mürvət, Aşıq Qiyas, Aşıq Salih, Aşıq Sovqat. Saymaqla 27-30 nəfər aşıqlardılar. Hamısı da dadlı, duzlu sənətkarlardılar. Elə Aşıq qardaş, deyərəm söhbətimizin bu yerində sizin bir oxunuza qulaq asaq. Baş üstə. Divani məclisi elə divani ilə açılsa yaxşı olar. Allah mürşidimsən, naibimsən, ya Resul səndən mədəd. Ey gözüm bax, şıx varmı, Qadir Sübhan kimi, ayələrdən əziz olan ey natiq-i Quran kimi. Abalam dəli çoğlu bey, qafil olma ey, gözün aç dünyanı gör. Qoliyada ey cəsur varım, qol şiriyə zan kimi. Elə qoliyada ey cəsur varım, ey gedəla mənim, salama mənim. Al şiir yazdan kimi, al şiir yazdan kimi. Sözlər Ustad Şair Cavadındır, o da miskinlidir. Pund inqilabında indiki Ağbulaq kəndi Rustam Əliyev deyirdilər. Oradan köçüb Qabaqtəpə kəndinə. Ancaq onun da ulu babası Miskin Abdal olubdur. Vaxtilə Sarıyaqubdan Ağbulaq kəndinə köçüblər.
Oradan da Qabaqtəpə kəndinə. Şair yazır ki, ey gözüm bax, işıq varmı qadiri Sübhan kimi? Ayələrdə əziz olan natiqi Qur'an kimi. Dəli könül, qafil olma, gözün aç, dünyanı gör. Ol yada cəsur varmı ol şiiri Yezdan kimi? Adəmdən xatəmə qədər gəlmiş küllü ənbiya, sirli qüdrətin nuru ilə onlar düzülmüş saya. 7 əfsəl mehrac üstə gedivər ki əlaya, 7 nurun sahibidir axirət zaman kimi. Sığınmışam ey bir Allah pənahına, Beytullah'dan ey Yadullah'ın əziz qibləgahına. Elə evliyaların sultanın ey cəmin İslam şahına, Sirrilərin ey bunyadıdır ey cəmsiri Pirhan kimi. Elə sirlərin ey bünyadıdır, ey gedəla bənim, günüba bənim, sonama bənim balam. Cəm sirri pünhan kimi, cəm sirri pünhan kimi. Qul zavadam, sığınmışam bir Allah pənahına, Allah bütün Azərbaycan xalqının köməyi olsun. Beytullah'da Yadullah'ın əziz qibləgahına, o liyaların sultanı cəmi İslam şahına, sirrilərin bünyadıdır, cəm sirri pünhan kimi. Ustada rəhmət, sizə can sağlığı olsun qardaş. Bax, ustadınız haqqında nə deyə bilərsiniz Aşıq? Aşıq Məhəmməd haqqında. Deyirlər, çox ustad sənətkardır. Bəli, Aşıq Məhəmməd Ustad Şair Cəvadın şagirdi olubdu. Mən də onun şagirdi olmuşam. Həm insanlığı, həm aşıqlığı, həm də az çox nə bilirəm onu Aşıq Məhəmməddən öyrənmişəm. Aşıq Məhəmməd çox güclü səsə malik bir aşıqdır. Çox da güclü, maşallah olsun, biliyi var, savadı var. Özünə və xalqımıza qismət olsun. Aşıq Məhəmməd mənə 14 dastan öyrədir. 14 dastanı indi aşıq sənətinin biraz zəiflədiyinə görə yadımızdan çıxan yerləri var. Hərdən görüşəndə dərdləşirik. Bəzən gözümüz dolur. Hələ ağlayırıq da ki, bu qədər əzabı, əziyyəti çəkib bu 14 dastanı biz öyrənmişdik xalqımıza xidmət etməyə. Ancaq 14 dastandan bircə Tufarqan Abbasın Duman gəl get bu dağlardan sözü xalqımızın yadında qalır. Ancaq yenə biz öz sənətimizi özümüz ilə yaşadacağıq. Axirət gündə olsa bir şagirdimiz, olsa biz bu sənət işlədən ona təhvil verib o dünyaya köçəcəyik. Aşıq Məhəmmədin gözəl şeirləri var. Mirzə Canı havasıyla deyəcəm. Çünki bu Mirzə Canı havası da çoxdan da oxunmur. Yaşımdaydı, su kimi hər yana belə qalxmamışam mən. Adım ləkəsidir, belə sənətim təmiz. Heç kimin evini yıxmamışam mən, yer ceylanım, yer ceylanım, yer ceylanım.
Dərdim ümman olub, göz yaşım dəniz. Su kimi hər yana axmamışam mən. Adım ləkəsizdir, sənətim təmiz, heç kəsin evini yıxmamışam mən. Vaxt olub ki, mənə hədiyan deyiblər. Çox şişiblər, özlərini böyüblər. Mənli mənsiz qiymətimi deyiblər, yekəlib özümdən çıxmamışam mən. Elə yüksək tutdum, alçaltmadım sənətim. Ay yüksək tutdum, alçaltmadım sənətim. Sənətimdən eldən belə qaldım qiymət yer ceylanım, yer ceylanım. Ay minnətlik oldusa belə heç bir xələtim. Götürüb çiyniməm, taxmamışam mən o mənim, gülüm o mənim, balam o mənim, sonam. Götürüb çiyniməm, taxmamışam mən qabağından alım, qabağından alım. Uca tutdum, alçaltmadım sənəti, sənətimlə eldən aldım qiyməti. Minnətli oldusa heç bir xələti, götürüb çiynimə taxmamışam mən. Aşıq Məhəmmədəm, pis adətim yox. Dosta dost demişəm, cinayətim yox. Elin namusuna xəyanətim yox. Ömürlük pis gözlə baxmamışam mən. Xoşbəxt olun, çox sağ olun. Aşıq qardaş, bayaq dediniz ki, sənətə biganəlik yaranıb. Bu da təbiidir ki, toylarımızda hardasa aşıq dastanlarına qulaq asanlar azdır. Dastan danışan usta sənətkarlarımız da indi barmaqla sayılır. İstər Gəncəbasar illərimizdə, istər başqa ərazilərimizdə, Göyçə ərazimizdən olan aşıq sənətkarlarımızda, istər Borçalı sənətkarlarımızdan, əslində Borçalı sənətkarlarımızın çoxunda bu dastan danışma qabiliyyəti çox yüksəkdir, gözəldir. İndi belə deyək də, yaşlı aşıqların, yaşlı nəslin əksəriyyətində bu gözəl qaydası, qanunu qalıb, adət-ənənə qalıb. Bax, çox maraqlıdır. Mən hiss edirəm ki, sizdə də bu dastan danışmağa, bu dastançılığa çox böyük həvəs, maraq var. Bu da sizin o ustadınızdan aldığınız o nəsiyyətdən, o bilgidən xəbər verir təbii ki. Bax, sizin özünüzün də dastanlarınız varmı? Qardaş, and olsun Allaha ki, İmran əmim bizim kəndimizə toya gələndə, Əkbər rəhmətli ilə çox vaxt gəlirdilər cavan vaxtlarında. Çox adam sevincindən az qalırdı dəli ola ki, Aşıq İmran bizim kəndə toya gələcək. Aşıq Söyün Saraşlı Allah rəhmət eləsin, Valda Koroğlu dastanını danışanda bizim o gecə yuxumuz gəlmirdi. Elə bilirdik Koroğlu diridir. Əmrah Gülməmmədov, Allah rəhmət eləsin, bizim Kamandar Əfəndiyev səhnəyə çıxanda mən elə bilirdim Koroğlu çıxıbdı. Belə telli toqqalı. Fəthullah Göyçə mahalında Sarteli oxuyanda, mənim uşaq vaxtlarımda Fəthullah Sarteli deyirdilər da. Sartel havası yaddan çıxmışdı. Hamı deyirdi bir Fəthullah Sarteli oxu, bir Fəthullah Sarteli oxu. Allah rəhmət eləsin, Cildən Müsöyvəmin orta Sarteli. Hələ günü bu gündə toylarda qaşıq. O Cilli Müsöyvin Sartelini oxu. İndi toylarda 3-4 hava qalıb. Baş Sartel, Qoca Qartal, bir də dəmir gözəlləməsi ən çox da beynimizdə həkk olunub, təzə bir hava çıxıb, Ceyranım havası. 68 hava unudulub yoxdur. 72 sazın havası 72 olub. Amma indi 3'ü 4'ü qalıb. Elə gizlin havalar var. İnsana ruh verir, insanı igidliyə çağırır, insanı məhəbbətə çağırır, insanı ehtibarlılığa çağırır, insanı sədaqətli olmağa, dostluqda səmimiyyətli olmağa çağıran havalarımız var. Onun heç biri oxunmur indi. Deyirəm sözümüzün bu yerində bir oxumuza qulaq asaq. Bax, o dediyiniz havalardan birini buyurun.
Adını deyin zəhmət olmasa. Bu havanın adını tapa bilməmişəm. Qədim xanı qoymuşam. Qədim mənim atamın adıdır. Buyurun, buyurun. Ancaq heç bir aşıqlardan, ustadlardan gördüm ki, bu hava yoxdur. Ona görə özüm öz başımdan səhv də etmişəmsə bu havanın adını Qədim xanı qoymuşam. Bəlkə də elə deyil xalqımız. Bilən varsa desin, xahiş eləyirəm. Sorğu göndərirəm bax bu radio vasitəsilə. Varsa bu havanın adını desinlər. Güzel koy dağların başına, dedim güzel koy dağların başına, dedi şöyle böyle pervalasak mı yer ceylanım. Elə dedim gelsen sığal verim teline, dedim gelsen sığal verim teline, dedi zülfüm için sen şalasan mı yer ceylanım. Sözü de elə atamdan okudum. Dedim güzel, koy dolanın başına. Dedi şöyle döylem pervanasan mı? Dedim gelsene sığal verem teline. Dedi zilfim için sen şanasan mı? Dedim eşkin salıb məni bu dərdə. Dedim nə gəlirsən xarabalarda. Dedim ki qalmışam çöl meşələrdə. Dedi sən məskəni veranasan mı? Kız gel bir an görüşek. Dedi yoksa indi bir sen barışak. Yer ceylanım, yer ceylanım, yer ceylanım. Dedim dur gel biz gol gola sarışak. Dedim dur gel biz gola sarışak. Dedi ne değilsek divanasak mı, divanasak mı? Kazandan alım, kazandan alım. Dedim ay kız gel pünhana görüşek. Dedi yoksa inciyipsen barışak.
Dedim dur gel biz qol qola sarışaq. Dedə nə deyirsən divanasan mı? Dedim mən eşqinlə düşmüşəm çölə. Dedi əbəs ömrü verməklə yelə. Dedim qız eşqinlə dummuşam gölə. Dedi sona mənəm sən sonasan mı? Sən eylə çarəm. Dedim gəl dərdimə sən eylə çara. Dedi təbib deyləm ay baxdı qara, ay baxdı qara. Dedim gözüm düşüb qoyduqdan ara. Dedi yoxsa qədim Beynavasaydı, beynavasaydı, beynavasaydı. Dedi yoxsa gədim Beynavasaydı, beynavasaydı. Yeri ceylanı, yeri tərlanı. Yeri, 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 ay bizim elli. Yeri, 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 ay bizim elli. Canım sana kurban, ay şirin dilli, ay şirin dilli, ay şirin dilli. Dedim gel dərdimə sən eylə çara. Dedi təbib deyləm ay baxdı qara. Dedim gözüm düşüb qoynumdan ara. Dedi yoxsa qədim beynavasan mı? Çox sağ olun, ölənlərə rəhmət, sizə can sağlığı. Aşıq qardaş, yenə deyirəm, dastanlarınızdan söhbət açırdıq. Bu dastanlarınızdan bir neçəsinin adını deyim. Mən elə bilirəm, siz bir neçə dastan yaradıbsınız. İndi sizə qurban olum. Onlara dastanlar da demək olar, rəvayət də demək olar. Mənim öz yaratdıqlarımdan var. Musa Peyğəmbər o vaxtı Firon adlı bir şəxsə oğul mu olub, nökər mi olub deyirlər. Sonra da onların arasında hərb başlayıb. Ona oxşar mənim özümün bir yaradıcılığım var. Musa Firon dastanım var. Mənim özüm yazmışam. Çünki 5000 ildən sonra Allah Taala məni Musa adında yaratdı. Bir Firon adlı da şeir yazan şairiyana bir kişi, məndən bir 10 yaş böyük bir kişi, mənlə değişmək qərarına gəldi. Mənlə saz, söz, şeir, sənət müharibəsi başladı. Mən də onu oturdum, düşündüm. Musa Peyğəmbər yanıb, mən də yanmışam. Musa Peyğəmbər zəlalətlərə, zindanlara düşüb, mən də düşmüşəm. Musa Peyğəmbər Firon adlı bir özünü Allah iddiasıyla tanıdan bir pəhlivan mı deyim, dövlət başçısı mı, Bəni İsraildə deyəsən dövlət başçısı olub, onu ilə müharibəyə girib, bu Firon da gəldi, mənlə müharibəyə girdi. Değişməyə, döyüşməyə, hətta vuruşmağa başladı. Musa Peyğəmbərin süd anasının adı Asiya xanım olubdu, mənim də süd anamın adı Asiyadır. Mən özümü Musa Peyğəmbər iddiası ilə irəli sürmürəm. Onların bir tozu da deyiləm, ancaq belə bir dastan yaratmışam. Musa və Firon dastanı. Sonra Bahar və Qəmxar dastanım. Öz taleyimin, öz həyatımın, öz sevgimin, öz ayrılığımın, intizarımın bir dastanını yaratmışam.
Sonra mənim illərlə ayrılığını çəkdiyim bir nəfərlə uzun illərdən sonra görüşmüşəm. Onun haqqında rəvayət yaratmışam. Və belə bir çox rəvayətlərim var. Ondan da əlavə 50-yə qədər şeir dəftərlərim var. Şeir dəftərlərimin içində poema var, poeziya var, təcnis var, divani var, gedər gəlməz var, dodaq dəyməz var, dil dönməz var, üç başlı təcnis var, müxəmməslər var, qoşmalar, gəraylılar və ilə axır. Belə şeirlərim var, ancaq hansı cəhətdənsə işim onarmayıb, məqsədlərimə nail olub kitablar çıxartdırıb, radiolarda, televizorlarda çıxışlar eləməmişəm ki, xalqımız dinləsin məni. İndən sonra Allahın köməyinə tez-tez gələr gedərəm buralara. Aşıq qardaş, deyirəm elə söhbətimizin bu yerində yenə bir oxumuza qulaq asaq. İstəyirəm ki, az oxunan bir hava oxuyam. Az oxunan olsun da. Cəmaatımız onları dinləsinlər ki, yəni bizim belə havalarımız da var. Buna Göyçə gözəlləməsi deyərlər. Göyçə gözəlləməsi də xeyli vaxt oxunmur, açığı deyim. Çək gölləri, göz yaşından yaranıb. Elə göy çək gölləri, göz yaşından yaranıb. Çox ağlar gözlərim göyçəkdə mənim. Çox ağlar gözlərim göyçəkdə mənim. Elə torpağıma murdar əllərə bulanıbım. Torpağıma murdar əllərə bulanıbım. Sarsıyıq dizlərim göyçəkdə mənim. Sarsıyıq dizlərim göyçəkdə mənim. Göyçə mahalının, Dağlıq Qarabağın əcnəbi işğalçılar tərəfindən, nəhlətli ermənilər tərəfindən işğal olunmasına görə bu şeir yazılıbdır. Göyçək göllər göz yaşımdan yaranıb. Çox ağlar gözlərim göyçədə mənim. Torpağıma murdar əllər bulanıb, sarsıyıb dizlərim göyçədə mənim. Allah insaf eylə, kim kimi vurdu, kimə qismət oldu, kim tikdi qurdu, imansıza qaldı imanın yurdu, itib həvəskərim göyçədə mənim. Qədir biləyənlərə qol bəy göz bağım. Qədir biləyənlərə qol bəy göz bağım. Buğda zəminləri meyvəyin bağım. Buğda zəminləri meyvəyin bağım. Abala daşı qaş xəzinəsi qızıl yatağı. Daşı qaş xəzinəsi qızıl